Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Hər birinizi gündəm verilişində salamlayırıq. Bugün beynəlxalq gündəmdə son dəqiqə xəbərləri olaraq yayılan və regionda təhlükəsizlik balansını ciddi şəkildə dəyişə biləcək iddianı müzakirəyə çıxarırıq. ABŞ ordusunun İrana qarşı mümkün hərbi əməliyyatının vaxtı ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, Vaşinqton əməliyyat üçün konkret zaman çərçivəsini müəyyənləşdirib və qərar mərhələsində son söz ABŞ prezidenti Donald Trumpa məxsusdur. Məlumatlara görə yaxın şərqdə hərbi qüvvələrin sürətlə artırılması və hücuma hazırlığın tamamlanması artıq son fazaya daxil olub. İddialara əsasən əməliyyatın zamanlanmasında müəyyən tarixlər həlledici rol oynaya bilər və qərarın yaxın günlərdə verilməsi ehtimalı yüksək qiymətləndirilir. ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr göndərməsi, təyyarə daşıyan qrupların hərəkəti və mümkün birgə hava zərbələri ssenarisi Vaşinqtonun hərbi variantı real alternativ kimi saxladığını göstərir. Eyni zamanda Ağ Ev diplomatiyanın hələ də prioritet olduğunu bildirsə də, hərbi ssenarilərin ciddi şəkildə müzakirə olunduğu artıq açıq görünür. Bəs həqiqətənmi hücum qərarı verilib və əməliyyatın vaxtı müəyyənləşdirilib? Bu İranla danışıqların tam iflası deməkdir, yoxsa Vaşinqtonun təzyiq strategiyasının tərkibi hissəsidir? Bu mövzunu siyasi ekspert Məhəmməd Əsədullazadə ilə müzakirə edəcəyik. Məhəmməd bəy, xoş gördük. Xoş gördük. Məhəmməd bəy, ABŞ-nin mümkün hücum vaxtını müəyyənləşdirməsi ilə bağlı yayılan məlumatları necə qiymətləndirirsiniz? Amerika Birləşmiş Ştatları Cenevrədə keçirilən danışıqlardan sonra bu açıqlamanı verib. Düşünürəm ki, yəni bu qədər Amerika Birləşmiş Ştatları aviasiya və havada müdafiə sistemləri və gəmi esminisləri gətiribsə İran ətrafına, şəxsiyyət, ordu qruplaşmaları, zərbə qrupları gətiribsə, deməli İranla bağlı Amerika Birləşmiş Ştatları mövqeyi qətiyyətlidir və Tehrana qarşı hərbi əməliyyatlar masadadır. Sadəcə olaraq Amerika Birləşmiş Ştatları burada çalışır ki, danışıqlar yolu ilə məsələni həll etsin. İran tərəfdə hər hansı bir yüzləşdirə etmir. Çünki İrana Çin və Rusiya müəyyən hərbi lojistik dəstəyi İranın hazırda prinsipial mövqe tutmasına gətirib çıxarır. Məhz Cenevrə danışıqları da demək olar ki, müsbət nəticələnməli. Düzdür. Prezident Məsud Pezeşkiyan çalışır ki, silahçı Kanada Amerika ilə müəyyən bir orta məxrəcə gəlinsin, danışıqlar müsbət olsun, müharibə baş verməsin, amma İranın mühafizəkar qrupu Ali Dini rəhbər konkret olaraq Amerika Birləşmiş Ştatları ilə bir növ münaqişə yolunu silsib, hətta İran da müharibəyə hazırlaşır. Şənbə günü də olmasa mən düşünürəm ki, İranın hazır ki, mövqeyindən geri çəkilməsi Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi əməliyyatlar keçirə bilər və bu hərbi əməliyyatlar İranın hərbi və siyasi liderlərin aradan götürməsi baxan hərbi bazalarını vurmaq və digər strateji obyektləri sıradan çıxarmaqdan ibarətdir. Hazırda Amerika Birləşmiş Ştatlarının da vaxt təyin etməsi də bir növ İrana qarşı psixoloji siyasi təzyiqdir. Amma fikir verək, İran tərəfi yenə də danışıqlar prosesinə qatılır, amma razılıq əldə olunur. Mən düşünürəm ki, hazırda İranın bir nömrəli problemi İran Ali Dini rəhbəri Seyid Əli Xamneydir. Çünki onun güzəştlik mövqeyi müharibəni qaçılmaz edir. Bir növ onun 79-cu ildə inqilabın içində olması, hazırda rəhbər olması, bir növ ideologiya tamamilə onun psixoloji bir prototipini demək var ki, çöküb və psixoloji cəhətdən o qərblə anlaşa bilmir. Bunu artıq Amerika Birləşmiş Ştatları da görür və İranın bu güzəştə getməməsini bir növ idarə etmə modelində İranın ali rəhbərində görürlər. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları məhz çalışacaq ki, əgər zərbələr endirilsə, məhz Şibah İran ali rəhbərliyi. Təbii ki, burada prezidenti məclisində edirəm ki, prezident və onun komandası ilə Xaricilər Naziri bunlar Amerika Birləşmiş Ştatları ilə diyaloqa və anlaşmaya getmək hazırdırlar, müharibə baş verməz. Amma konkret olaraq Amerika Birləşmiş Ştatları və İsrail məhz İranın hakimiyyətinin indiki mövqeyi bir daha onları əlinə
tamamilə əsas verir ki, bu rejim region üçün, dünya üçün problemdir. Yəni bunların əlində nüvə silahı olarsa, bunlar konkret olaraq qonşularına qarşı növbəti mərhələdə istifadə edə bilərlər. Yəni heç bir dialoqa gedirlər, danışıqlara gedirlər, amma bunu görüntü xatirinə, vaxt qazanmaq xatirinə artıq bunu biz Omanda da gördük, Cenevrədə də gördük. Yəni proseslər bu qədər böhrana sürüklənir. Deyə bilərlər ki, Amerika Birləşmiş Ştatlarının nəyinə lazımdır, gəlir İran rejiminə və bu daxili məsələlərinə qarşı. Amma elə deyil, İran bu günləri yaxın şəhərdə, Suriyədə, İraqda, Livanda, Yeməndə proksi qüvvələr hazırlayıb, burada hakimiyyətlərin dəyişməsinə gətirib çıxaracaq proseslərə imza atıb. Hətta Cənubi Qafqazı, Azərbaycanla dəfələrlə təhdid edib. Yəni, bu rejim konkret olaraq qonşularına qarşı düşmən münasibət sərgilib. Hətta bunu İran prezidenti də, İran keçmiş rəsmiləri də etiraf edirlər ki, İran rejimi qonşularına qarşı müsbət siyasət həyata keçirməyib indiyə kimi. Yenə də öz səhvlərindən nəticə çıxarmırlar. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump İrana zərbələri elə bir zamanda həyata keçirməyə çalışır ki, bu geniş miqyaslı müharibəyə də gətirib çıxarmasın. İranı tamamilə Venezuela kimi elə zərbə vursun ki, onun havadan müdafiə sistemləri çöksün, ballistik raket sistemi çöksün. Yəni, müxtəlif istiqamətlərdən İrana zərbə indirməyə planlaşdırır. Yəni, Amerika Birləşmiş Ştatlarının hazırda strateji planı İrandakı sistemi dəyişmək, İranı normal bir ölkəyə çevirməkdir. Təbii ki, Amerika İrana demokratiya gətirə bilməz. Bomba ilə, müharibə ilə demokratiya gəlmir. Təbii ki, biz istəyərdik ki, Azərbaycan istəyirdik ki, İran öz daxilində transformasiya olunsun və özü dəyişikliyə gedilsin. Amma göründüyü kimi oradakı SEPA, mühafizəkar dairələr konkret olaraq açılıma getmək istəmirlər. Əhəməni, Sasani, imperiyası, paniralist düşüncəyə malikdirlər və prosesi bu qədər İran xalqı əleyhinə yönləndirirlər. Təşəkkür edirik Məhəmməd bəy. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Beləliklə, son məlumatlar göstərir ki, ABŞ-İran xəttində gərginlik pik həddə çatıb və hərbi variant artıq nəzəri ehtimal deyil. Konkret zaman müstəvisində müzakirə olunan senaridir. Hücumun vaxtının müəyyənləşdirilməsi barədə yayılan xəbərlər regionda yeni mərhələnin başlaya biləcəyi ehtimalını gücləndirir. Qarşıdakı saat və günlər yaxın şərqin təhlükəsizlik arxitekturası üçün həlledici ola bilər. Biz mövzunu diqqətdə saxlayacaq və baş verənlərlə bağlı sizi məlumatlandıracağıq. Sağ olun.